Ayaqlarında şişkinlik var. Çox xanımlarımız bunu deyirlər. Eləsi var deyir ki, bir ayaqda yox abi, yəni ürəyə bağlı deyil, iki ayağın ikisində də. İki olanda ürəyə bağlıdır. İki olanda ürəyə bağlıdır. Əgər iki ayaqda ayağın şişi bərabərsə ürəyə bağlıdır. Bir ayaqda varsa ya böyrəyə bağlıdır, ya varikoz damara bağlıdır, damar xəstəliyinə bağlıdır və yaxud da ki, şəkər xəstəliyinə bağlıdır. İnsanlarımız, Samir bəy, 120 kilo, 110 kilo çəkisi var, biraz boyu aşağıda kablok, hündür kablok geyinir, hündür dabanlı ayaqqabı geyinir. Və yazıq bədən o nazik ayağın üstündə öz mərkəzini itirir. Qız uşaqlarına, məktəb uşağına sən hündür dabanı geyindirirsən, uşağın çanağı əyilir, sabah deyirsən ki, doğuş, normal doğuş yoxdur, doğuşun hamısı keçəriyi ilə. Elə olar mı? O da düz deyil, çox düzgün deyil Gülnar xanım. Doktor, iki ayaq, bir ailəsi var deyir ki, səhər tezdən yuxudan dururam, ayağımda şişkinlik yoxdur. Bəli. Gəzirəm, dolaşıram. Axşam var. Axşam var. O ürəyə bağlıdır. O ürəyə bağlıdır. Amma deyir, ürəyimdə şikayət yoxdur axı. Yox, indi mənə də yazırlar ki, mənim ürəyimdə şikayət yoxdur. Ürəyə şikayət nədir? Bilmir ki, ürəyin şikayəti nədir. Ürəyin ayaqda işin əmələ gəlməsi, ürək damar çatmamazlığı nəticəsində olur. Öz işinin ötəsindən gələ bilmir. Və onda nə edir? Ağrı yox. Məsələn, əlamətlər necə verir? Böyle halsızlıq, yuxu gəlir, belə də əlamətləri? Yox, heç bir əlaməti yoxdur. Elə ayağında şişkinlik əməlidir. Sən onu yoxlayanda görürsən ki, anju eləndə görürsən ki, ürəyin atım fraksiyası azdır normadan. Normal qanı vura bilmir. Və yaxud da ki, görürsən sinədə göynəmə əmələ gəlir, ağrı əmələ gəlir, yanma əmələ gəlir. Və yaxud görürsən tez yorulursan. Heç nə yoxdur. Amma yorulursan. Tez yorulursan, təngi nəfəs olursan. Daha çox bu da əlaməti. Tez yorulmaq. Və axşam da bir də axşam əmələ gəlir, səhər çəkilir. Səhər yuxudan duranda görürsən ayağın heç bir şişkinlik yoxdur. Bu ilkin dövrdədir. Sonraki ürək çatılmazlığının sonraki dövrlərdə təbii ki, o artır və digər problemlərə, ürəyin ritm pozğunluğuna gətirib çıxarır. Bu gün ürəyin ritm pozğunluğuna aritmiya deyilən bir şey var. Birdən-birə tutur, biraz qalır, yataq silkələnir, paltarı mənim havam çatmır, boğuluram, az qallam öləm. Yəni, o ritm pozğunluqları ürək infarktından sonra Samir bəy, ikinci ölümü ən çox verən ürək ritminin pozulmasıdır. Bu da yenə bizdə Doktor Seyfəddin klinikasında çox gözəl təbii məlhəmlərlə ürək xəstəliklərinin müalicəsi, qan təzyiqini. Məsələn, qan təzyiqim düşmür, zəliyə vəzirlərin heç nə yoxdur. Zəli qoyulanda təhlükəsiz olur, tromb əmələ gəlmir, infarkt olmur, 6 ay təminat verir. Çünki qanın qatılığı ürək damar sistemi xəstəliyinin və insan ölümünün böyük bir faizini təşkil edir.